Rus vətəndaşlarının Azərbaycanda qalma müddəti ilə bağlı açıqlama verilibdir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin rəisi ölkədə müvəqqəti olma qaydaları ilə bağlı vacib açıqlama veribdir və bildirilib ki, Rusiya Federasiyası vətəndaşlarının Azərbaycanda müvafiq icazə almadan müvəqqəti qalma müddəti bir təqvim il ərzində 90 gün olaraq müəyyən edilibdir. Qeyd olunub ki, cari ilin yanvar ayının əvvəlindən ölkəyə səfər edən şəxslərin qalma müddəti artıq aprel ayından etibarən başa çata bilər. Açıqlamada vurğulanır ki, xüsusilə yetkinlik yaşına çatmayan övladları olan Rusiya vətəndaşları ölkəyə giriş-çıxış zamanı yarana biləcək narahatlıqların qarşısını almaq üçün bu tələbləri nəzərə almalıdırlar. Onlara səfər planlaşdırarkən Azərbaycanda qalma müddətini düzgün hesablamaları və ya ölkəni tərk etməzdən əvvəl müvafiq yaşayış icazəsi almaları tövsiyə olunur. Həmçinin qeyd edilib ki, ölkədə qalma müddətinin ümumiyyətlə hesablanması üçün xüsusi elektron kalkulyator Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilibdir və ətraflı məlumatı 919 çağrı xidməti, qurumun sosial şəbəkə hesabları və qəbul şöbələri vasitəsilə də əldə etmək mümkündür.